Salamlar. Ontogenez, mitoz, meyoz bölünmə. Bunlarla bağlı çox asan olmasına baxmayaraq sizi çaşdıra biləcəkləri bir sual var. İndi burada onu izah etmək istəyirəm. Biz bilirik ki, mitoz bölünmədə, bölünmə sonunda bir ana hüceyrədən sonda 2 ədəd qız hüceyrə yaranır. Meyoz bölünmədə, bölünmə sonunda bir ana hüceyrədən sonda 4 qız hüceyrə yaranır. Bunu bilirik. Lakin sual düşsə ki, meyoz 1 və yaxud meyoz 2-də bir hüceyrədən sonda neçə hüceyrə yaranır? Onda cavabı nə götürəcəksiniz? Videonu burada saxlayın, rəy bölməsində cavabınızı yazın. Yadınızda saxlayın. A4 vərəqini ortadan bölsəniz 2 dənə A4 vərəq olacaq əlinizdə. Yəni bir bölünmə zamanı 2 ədəd hüceyrə yaranır. Görə də meyozda sonda 4 hüceyrə yaransa da, meyoz 1-də 1 ədəd hüceyrədən 2 hüceyrə yaranır. Həmin o 2 ədəd hüceyrə meyoz 2-yə məruz qalır və nəticədə meyoz 1-dən gələn 2 ədəd hüceyrənin hər biri meyoz 2-yə məruz qaldığı zaman hər hüceyrədən 2 ədəd hüceyrə yaranır. Yekun olaraq 4 ədəd hüceyrə yaranır. Əslində isə bir hüceyrədən 2 ədəd hüceyrə yaranır. Asan sualdır, amma çaşdıra bilərlər.